Salam dostlar. Hər birinizi salamlayıram. Bizim bugünkü dərsimiz Enoid dövrü olacaqdır. Enoid dövrü mis, daş dövrü də deyilir. Toxa əkinçiliyi dövrü adlanır. Toxa əkinçiliyi dövrü adlanır və eradan əvvəl 6-cı, eradan əvvəl 4-cü minillikləri əhatə edir. Burada daş dövründən tunç dövrünə keçid dövrü hesab olunan bu dövrün yaşayış məskənləri Gəncə, Qazax, Mir Qarabağ, Muğan, Naxçıvan bölgələri, Urmiya gölü ətrafı, Təbriz yaxınlığında öyrənilmişdir. Enoid dövrünə aiddir. İnsanlar ilk dəfə metalla tanış oldu. Və ilk tanış olduğu metal da mis idi. Zəngin mis yataqları haradaydı? Gədəbəy, Daşkəsən, Qarabağın dağlıq hissəsi, hissəsində aşkarlandı. Amma mis yumşaq olduğu və az tapıldığı üçün daş ələtdə yeni təsərrüfatda və məişətdə üstün yer tutmaqda davam etdi. Yəni bu dövrdə misdən elə də geniş istifadə olunmadı. Burada evlər dairəvi formada, çay kənarında, həm deməkdə, həm yazmaqda məqsədim o ki, sizin üçün yadda qalan olsun, səs hərfəli olsun. Çiy kərpicdən və möhrədən inşa olunurdu. Bu cür evlərdə ailə bircə yaşar və icma torpağında bircə çalışırdılar. Əkinci və maldarlığın inkişafında uğurlar əldə edildi. Toxa əkinçiliyi daha da inkişaf etdi. Bu dövrdə insanlar torpağı toxa ilə yumşaltdıqları üçün dövrün əkinçiliyini toxa əkinçiliyi adlandırdılar. Tağı daşdan düzəldilmiş oraqla biçilir və iri saxsı küplərdə saxlanılırdı. Bütün ev heyvanlarının əhəlləşdirilməsi başa çatdı. Ev heyvanlarının əhəlləşdirilməsinə başlanıldı hansı dövrdə? Bu sualın cavabını yorumlarda yazarsınız. Maldarlıq təsərrüfatı inkişaf etdi. Təsərrüfatda qara mal və davar bəslənilirdi. Ovçuluq və balıqçılıq. Demək, ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi. Testin ana suallarından biridir. Qısa yazıram ki, çox da vaxtımız getməsin. Ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi. Sənətkarlıqda dəyişikliklər baş verdi. Sənətkarlıq əhalinin məşğuliyyətinə mühüm yer tuturdu. Əhali dulusçuluq, daş işləmə, dəri işləmə, sümük işləmə, toxuculuqla məşğul olurdu. Bu dövrdə tapılmış ilk ucluqları insanların toxuculuqla məşğul olduğunu göstərirdi. Qadının mövqeyi möhkəm olaraq qaldı. O nəslin yaradıcısı, ailə və qəbilə ocağını qoruyub saxlayan bərəkət, əmin-amanlıq yaradan müqəddəs varlıq hesab edilirdi. İnsanların dəfn adətlərində və dini inanclarında dəyişikliklər baş verdi.
Ölü yaşayış məskənində, binaların arasında və evlərin içərisində dəfn olunur. Üzərinə qan rəmzi sayılan oxra səpilirdi. İnsanlar müxtəlif dini ayinlər və ovsun mərasimləri keçirirdilər. Qobustandakı qayaüstü rəsmlərin bəziləri də bunu sübut edir. Gəlin əsas məsələyə burada mezolit və eneolit dövrü üçün oxşar cəhətlər nədir? Anaxaqanlıq bu dövrdə hər iki dövrdə mövcud olmuşdu. Həm mezolit dövründə, həm də eneolit dövründə. Qəbilə icması mövcud olmuşdu. Əmək alətləri əsasən daşdan hazırlanırdı. İstehlak və istehsal təsərrüfatları mövcud olmuşdu hər iki dövrdə. Neolit və eneolit dövrü üçün oxşar cəhətlər nədir? Anaxaqanlıq mövcud olmuşdu, qəbilə icması mövcud olmuşdu, əmək alətləri əsasən daşdan hazırlanırdı, istehsal təsərrüfatı mövcud olmuşdu, toxa əkinçiliyi mövcud olmuşdu. Oxşar cəhətlərə diqqət yetirin, yəni testdə bunlar oxşar cəhət tipli suallar salınır. İnanıram ki, sizin üçün daha maraqlı olar, sizə sərfəli olar və sizə imtahanlarda uğur qazanmağınıza köməklik göstərər. Həm ona görə yazıram, həm deməkdə məqsədim odur ki, bayaq dediyim kimi sizə sərfəli olsun, sizə uğur qazanmağınıza köməklik göstərmiş olsun. Paylaşın, abunə olun, dəstək olun. Yorumlarda bayaq bir sual verdim. Bayaq burada da yazdım ki, burada yazdım bütün ev heyvanları əhəlləşdirilməsi başa çatdı eneolit dövründə. Bəs ev heyvanları əhəlləşdirilməsi başlanıldı hansı dövrdən və necə oldu? Ev heyvanları əhəlləşdirilməyə başladı. Yorumlarda yazarsa cavabınızı gözləyəcəm. Sağ olun, uğurlar hər birinizə.